Salam, sənin səsin verilişinə baxırsınız. Aysel Cəfərova ünvanlı sosial yardım üçün mart ayının 10-unda müraciət etsə də, hələ ki qarşı tərəfdən bir reaksiya ala bilməyib. Deyir ki, öhdəliyində 4 az yaşlı övladı var və gəliri yoxdur. Edilən müraciətə isə 3 iş həftəsi müddətində cavab verilməlidir. 4 dənə körpə uşağım var, 4 dənə az yaşlı balalarım var. Yəni heç cürə çatdıra bilmirik, heç cürə dolana bilmirik. Müraciət etmişik, yəni ayın 10-na heç nə gələn var, nə bir xəbər var. Sabirabad sakini Əziz Fəxrəddinov deyir ki, dəfələrlə şəkər xəstəliyi ilə bağlı müraciət etsə də pulsuz dərmanla təmin olunmur. Sabirabad Dövlət Xəstəxanasında bunları biz öz 378 manat əmək qalan. Bunları öz vəsaitimlə alıram. Bu pulları dəfələrlə 2 ildir ki, Dövlət Xəstəxanasında yollarında gecələr qalmışıq. Gedirik ora, elmi doktor var, baş həkim, korrupsiya ilə bağlı Həsən Hüseynov indi işdən çıxardıldı. O, devlətin işidir, o korrupsiya ilə bağlı, yenti ilə bağlı. Gedirəm dəfələrlə deyir ki, qardaş, bu adamın pensiyası, bu vətəndaşın, xanımın pensiyası dayandırdığına görə biz sənə dərman verə bilmərik. Hörmətli cənab prezident, xahiş edirik sizdən adiyyəti orqanlardan bu xanıma kömək eləsinlər, bunun pensiyası ilə bağlı. Yenə deyirəm, 378 manat əmək qalıram. Aldığım əmək qıcından yoxlaya da bilərsiniz. Nərmanov doktor, Nərmanov Devlət Bağırsasında yatış olub, Respublikanskıda yatış olub, Şirvanda olub, Saatlıda olub bu adam. Yəni, gözünüz görürsünüz də burada sənədlərin hamısı. Bunların hamısını artıq biz belə deyək, hörmətli prezident, cana doymuşuq. Bu belənçi, bu Sabirabad Xəstəxanasının bu rəhbərlərin əlindən ki, deyir ki, bir sözləri vardır ki, deyirlər ki, gidin kimə deyirsiniz, deyin. Ağdaş sakini Elşən Məhərrəmov 4 uşaq atasıdır. Heç bir gəliri yoxdur. Aldığı 250 manat pensiya ilə öhdəsində xüsusi ehtiyacı sahib övladına baxa bilmir. Deyir ki, zibillikdən bizon qabları yığıb qaytarmaqla ailə saxlamaq mümkün deyil. Uşaq bununla gedirəm, mənə deyirlər ki, get hava qaldı uşağın olarsa gələrsən. Sosial yardıma da yerəm, çəkcör eləyirlər, ora göndərirlər, bura göndərirlər. Mən də devlətdən gəlirim, 250 manat özümədir. 250 manat özümədir, 250 manat bu xəstə uşağımadır, 120 manat baxımıdır, 50 manatı evin müəllimə gəlməkdir. 650-670 manat pul alıram. Mən də öləm sizsiz. İlham Əliyev cənabları, Mehriban xanım Əliyev cənabları, mən də öləm sizsiz. Siz özünüz 670 manatla dolana bilərsinizmi? Siz özünüz 670 manatla dolana bilərsiniz. Çoxul bir qız əsasıyam. 6 baş kürbədəm. Tahir Abdullayev 2-ci dərəcəli Çernobıl 50-dir və 2015-ci ildən dövlət tərəfindən mənzillə təmin olunmaq üçün rəsmi növbədədir. Artıq 11 ilə yaxındır ki, gözləməyinə baxmayaraq bugünə qədər ona mənzil verilməyib. Xəzər rayonu icra hakimiyyəti ilk dəfə sərəncam verəndə bizim növbəyə alınmasına görə texniki səhv baş vermişdi. Sərəncamda ailə üzvlərini daxil etməmişdilər. Mən bunu bildim, sosial xidmətlər bizə 5 nəfərə tək otaq mənzil təsdiq eləyəndən sonra və dərhal Xəzər rayonuna getdim. İcra hakimiyyəti həmən o 199 nömrəli sərəncama düzəliş edərək təkrar bir nüsxəsi mənə verdi, bir nüsxəsi sosial xidmətlər agentliyinə verdi. Onlar bizə dedilər ki, bəs komissiyanın müzakirəyə çıxardılacaq və köməklik eləyəcək, narahat olmayın. Bu formada 1 ay keçdi, 2 ay, 3 ay, 4 ay, 5 ay. Zaten 2015-ci ildən mənzil növbəsində idim. Bu təkdağlı mənzil üçün qərar verilib 2024-cü ilin yanvar ayının 20-sində təxminən bu belədir. Sənədlər var məndə. Dəfələrlə zəng eləmişəm, sayı hesab görünməmiş zənglər. Telefonlar hələ cavab verilmir, pul silinir, zəng eləyəndə. Neçə dəfə qəbulda olmuşam, həm canlı, həm onlayn. Hətta Sosial Xidmətlər Agentliyinin sədrin, birinci müavini Zahir İbrahimovun qəbulunda da olmuşam. O da mənə dedi, köməklik eləyərəm. Prezident administrasiyasına məktub yazmışam, zəng etmişəm, 4 dənə bir nömrəsi var, orada zəng eləmişəm. Onlar da dedi, əmin, narahat olmaq, cavan uşaqları kömək eləyərik sənə. O məktubu yönəltdilər Sosial Xidmətlər Agentliyinə. Sosial Xidmətlər Agentliyindən mənə məktub gəldi ki, bəs belə bir məktub
yönəldilib bizə, siz tərəfdən, prezident administrasiyasından. Biz araşdırıb sizə ətraflı köməkli indiyə nəsə edərik. Heç ondan sonra 2 il keçib üstündən 2 il yarım heç bir xəbər yoxdur. Bu həftəlik bu qədər. Şikayətlərinizi video çəkib bizə WhatsApp nömrəmizə göndərə bilərsiniz. Hələlik.